Salam, bizim Sədanın növbəti buraxılışı ilə studiyada mən Elçin İmanovdur. Xoş gördük sizləri, əziz Səda izləyiciləri. İlk sujetimiz bu yayın istirahət günlərindən istədiyi kimi yararlana bilənlərə aiddir. Daha doğrusu istirahəti düzgün quranlara, hələ məzuniyyət ərizəsini yazar-yazmaz Bakının bağlarında dincələcəyini düşünənlər də var idi, istirahətin xarici ölkələrin birində keçirəcəyini düşünənlər də. Bəziləri isə uzağa getməyib, turizmin inkişaf etdiyi bölgələrdə dincəlməyi qarşısına məqsəd qoymuşdu. Mənim özümə gəlincə isə, mən bu dəfəki istirahətimi Türkiyədə keçirdim. Nəhayət ki, çoxdankı arzumu gerçəkləşdirə bildim. Amma deyim ki, istirahətini paytaxtdan kənara çıxmadan elə Bakının özündə keçirənlər də oldu. Əməkdaşımız Ayaz kimi. Belə ki, Ayaz uzaq yerə gedib çox pul xərcləyib, bir neçə gün istirahət etməkdənsə, paytaxtda qalıb istədiyin qədər dincəlməyi daha məqsədə uyğun hesab edir. Bakıya küləklər şəhəri deyirlər. Amma paytaxtımızı qarış-qarış gəzdikdə ona parklar və fontanlar şəhəri adını da vermək olar. Parklarda quraşdırılmış çoxsaylı fontanlar isə paytaxtımıza xüsusi bir gözəllik qatır. Axşam düşdükdən sonra fontanlar ətrafında insanların sayı çoxalır. Gözəllik verir. Nə ki insanlara, təbiətin özünə gözəllik. O qədər gözəllik verir ki, İnsanların səhətinə, sağlamlığına, onların yaşayış tərzinə, onların gözəlliyinə gözəl təsir. Kimisi fəvvarənin ətrafındakı oturacaqlarda oturub söhbət edir, kimisi şəkil çəkdirir, kimisi də öz körpəsinin əlindən tutub fontanın ətrafını gəzir. Əlbəttə ki, fontan əlavə rəng qatır parkın gözəlliyinə. Yəni, olmağı yaxşıdır. Yəni, müsbət təsir bağışlayır. Bəzi fəvvarələrin rəngli işıqlandırılması isə insanlara bir başqa həzz yaşadır. Su axınının yaratdığı təbii həzzin musiqisi isə başqa bir aləmdir. Fontanlarımızın açılışı əlbəttə bizim milli parkımıza xüsusi gözəllik verir, xüsusi yaraşıq verir. Xüsusilə fontanların rəngarəng olması, nə bilim, gözəldir. Gələndə təbii ki, fontanların o səsi də istirahət eləməyimiz üçün xüsusi bir şərait yaradır. Dənizkənarı Milli Parkda saata baxmasan, gecə ilə gündüzü səhv salarsan. Heç olmasa bir rayona, bir qıraq bir məkanlara gedə bilməsək də gəlib bu Xəzərin qoynunda burada gəlib istirahət eləyirik. Bu bizim üçün çox xoşdur, çox dəyərlidir. Nə qədər yoğunluq olursa, bulvarda gəlib bir çay içəndə, biraz burada ətraf yanı biraz dənizə baxanda var, nə bilim bir istirahət, burada bir istirahət eləmək olur burada. Yəni əsəblərimiz sakitləşir. Bulvara gəldinsə karusellərə minməmək olmur. Bax, bu atraksiyon xüsusilə adrenalin sevərlər üçün gətirilibdir. Amma ona minməmişdən öncə xəbərdarlıq edirlər ki, ürəyi zəif olan insanlar üçün çox təhlükəlidir. Amma mənim ürəyim zəif olmadığına görə bu adrenalini mən də yaşamaq istəyirəm. Elə isə getdik. Həqiqətən bu həyəcanı sözlə ifadə etmək sadəcə olaraq qeyri-mümkündür. Süper. Mən ümumiyyətlə adrenalini sevən insanam. Xoşuma gəldi, o bir dəfə, iki dəfə, yox, bir dəfə ilə mənə bəs eləməz. İnşallah bu iki dəfə gedim. Yəni, dəyərmi idi? Dəyər, çox super bir şeydir. Dənizkənarı Milli Parkda fəaliyyət göstərən kafe və çay evlərində isə inatsan yerə düşməzdir. Dənizkənarı Milli Parka gələsən, bulvarda oturub bir stəkanın çay içməyəsən. Bax, bu heç düz gəlməz. Elə isə indi çay içən insanlardan məhz birinə yaxınlaşacaq
Axşamımız xeyir, salam aleyküm. İcazə olar əyləşmək. Axşamın bu vaxtı dənizkənarı Milli Parkda oturub çay içmək necə təsir bağışlayır? Çox yaxşı təsir bağışlayır. Yəni bu çayı biz evdə də içə bilərik. Yəni öz doğmalarımızla. Təbii ki, evdə içirik doğmalarımızla, amma dostla, qardaşla dəniz qırağında içməyin başqa ləzzəti var. Yəni xoş ovqatdır. Bura biz hər gün gəlib çay içirik. Yəni burada dənizin havası, bu hava tamam başqa cürdür. Yəni çox gözəldir. Ona görə hər gün üstünlük tuturuq ki, gələk burada 1-2 saat dincələ vaxtımızı ayıraq. Həqiqətən də deyilən kimi, bu çayın dadı, təamı bir başqadır. Velosiped həvəskarları üçün isə Bakıda bəlkə də bulvardan əlverişli yer ola bilməz. Hər axşam sürürük, yəni ki, sağlamlıqdır, idmandır, lazım. Bunun hansı prinsipi var ancaq axşamlar sürməyin? Axşamlar çünki yəni tıxac yox, yəni hava biraz təmizlənir çünki yəni səhərdən axşamacan hava tıxaclı, yəni şəhər hava biraz yəni təmiz deyil, amma axşam çox yaxşı. Təmiz hava, probka olmur. Plus da bizim şəhərimizin işıqlandırması çox xoşuna gəlir mənə. Avropa ölkələrinin bəzi şəhərlərindən nümunə olacaq paytaxt Bakımız demək olar ki, gecələr yatmır. Necə deyərlər? Baku, Neve, Slip. Saatımız hal-hazırda demək olar ki, 2-yə yaxınlaşır. Amma dənizkənarı Milli Parkda olan bax bu atmosfer heç də saatımızda olan vaxtı əks etdirmir. Bura Venesiyadır. Səhv eşitmədiniz. Bəli, Venesiya. Amma İtaliyanın Venesiyası yox. Dənizkənarı Milli Parkın kiçik Venesiya şəhərciyi. Yəni şəhərimizin incilərindən biri. Dənizkənarı Milli Parkda olan kiçik Venesiya şəhərciyinə paytaxt sakinləri və turistlər axşamlar daha çox maraq göstərir. Şəhərcikdəki xüsusi işıqlanma buna imkan yaradır. Bakıya istirahət eləməyə gəlmişəm. Buranı belə təsəvvür etməzdim, xüsusən də kiçik şəhərciyi. İnanılmazdır, hər şey mükəmməl düzəldilib. Mən belə bir park heç yerdə görməmişəm. Şəhərciyin 3 adadan ibarət olmasına baxmayaraq, insanlar buranı maraqla gəzirlər. Parkın dizaynı çox superdir, eksteryeri çox gözəldir. Yəni ki, görsənir ki, yəni burada konkret professionallar işləyib parkın dizaynı barəsində. Gözəldir, superdir. Məncə İtalyanlar bura gəlsələr, bu Venesiya parkını görsələr, çox qısqanarlar. ...1960-cı ildə əsası qoyulan Venesiya şəhərciyi sonradan yenidən qurma işləri nəticəsində daha da gözəlləşib və daha da maraqlı olubdur. Onu da qeyd edim ki, milli ornamentlər və naxışlarla şəhərci daha çox bəzədilibdir. Qayıqlar vasitəsilə isə paytaxt sakinlərini və turistləri gəzdirirlər məhz bu şəhərcikdə. Su kanallarında gəzinti üçün isə insanlara həm motorlu, həm də avarlı qayıqlar təklif olunur. Burada qayıqla gəzmək mənim çox xoşuma gəlir. Həqiqət olmasa da mənlə özümü Venesiya şəhərində, İtaliyanın Venesiya şəhərində olduğum kimi hiss edirəm. Buranı gəzəndən sonra həqiqətən də insan özünü çox gözəl hiss edir. Şəhərciyin ərazisində olan 2 restoranda isə axşamlar boş yer tapmaq çox çətindir. Ayaz Kazım, Ceyhun Mustafayev, Rüfət Əliyev, Nurlan Şahbazov, Lider TV. Xəzərin vurğunları isə bu istirahətini ancaq dalğaların ağışında keçirməyi qarşısına məqsəd qoyurlar. İndi üzməyi bacaran da dənizə qaçır, bacarmayan da. Elə əməkdaşımız Adil də belələrindəndir. Sən demə, o da üzməyi bacarmırmış. Bunu da ötən dəfə təsadüfən onunla bir çimərlikdə olarkən bilmişəm. Deyirəm, Adil, üzməyi bacarmırsansa sənin burada nə işin var? Nə desə yaxşıdır. Mən dənizə üzməyə gəlməmişəm ki, çimərlik voleybolunu öyrənirəm. Deyirəm, bəs ötən dəfə cəmaata karatenin aikido növünü öyrədirdin. İndi nə olur, fikrini dəyişdin? Heç özünü sındırmadan yox deyir. Adam gərək bir neçə idman növünü bilsin. Bilmək olmaz, həyatdır. Yaxşı, Adil, qoy sən deyən olsun.
Amma arada idmanın üzgüçülük növündə öyrənmək pis olmazdı. Bir də gördün dalğalar səni voleybol topu ilə bir yerdə aldı qucağına, apardı dənizin düz ortasına. Sən demiş, bilmək olmaz həyatdır. Əsl voleybolun bir növü olan çimərlik voleybolu 1920-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarında yaradılıb. İlk vaxtlar Kaliforniya sahillərində qumlu meydançada oynanılan çimərlik voleybolu çox keçmir bütün dünyada məşhur olur. Azərbaycanda isə çimərlik voleybolu 2002-ci ildə fəaliyyətə başlayıb. Ölkə üzrə ilk çempionat da elə həmin il keçirilib. Adından da göründüyü kimi bu voleybol növü çimərlikdə təşkil edilir. Əsl voleybolda olduğu kimi meydança hündürlüyü 2 metr 24 və ya 2 metr 43 cm olan torla 2 bərabər hissəyə bölünür. Voleybol topu isə daha klassik və az təzyiqli olur. Qaydalara gəlincə, hər komandada 2 oyuncu olur. Maçın gedişində heç bir əvəz etmə nəzərdə tutulmur. Əgər hər hansı bir oyuncu zədələnərsə, onun komanda yoldaşı tək mübarizə apara bilməz. Bu da o deməkdir ki, həmin komanda məğlubiyyətlə barışmalıdır. Maçda qalib gəlmək üçün 2 partiya acizi olaraq qalib gəlmək lazımdır. İlk 2 partiya 21 xalla, digər 3-cü partiya isə 15 xalla qiymətləndirilir. Hər setdə komandalara ayrı-ayrılıqda 30 saniyə time out, yəni qısa fasilə verilir. Partiya başa çatdıqda isə yenə bir neçə saniyə fasilə elan edilir. Məşqçilər isə maçı yalnız tribunadan müşahidə edə bilərlər. Birinci ötürmə, yuxarıdan ötürmə çimərlik voleybolda olmaz. İkinci də bu voleybolun texnikası biraz demək olmaz ki, yüksəkdir, amma biraz çətindir. Çünki burada klasik voleybolda hər cür hərəkət, topu daşıma yoxdur. Burada da həm də barmaqla hücum da eləmək olmaz. Top bir komandada yalnız 3 hərəkət hesabına qala bilər. Yəni, hər hansı bir komandanın oyuncularının topa 4-cü dəfə toxunmasına icazə verilmir. Bu müddət ərzində isə komanda topla rəqib komandaya hücum etməlidir. Voleybolla məşğul olmaq üçün insana nə lazımdır ilk öncə? Təkcə voleybol yox, hamısında birinci əsas insanın istəyidir də ki, sənin seçimin nədir? Sonra məqsədin olmalıdır, sən nə etmək istəyirsən? Bir də bu işi bacarmaq lazımdır, başqa heç nə. Yəni seçdiyini əgər bilirsənsə, bacarmalısan bu işi, başqa yolun yoxdur. Çimərlik voleybolu ilə məşğul olanların sözlərinə görə, bu idman növündə hər hansı bir nailiyyət əldə etmək üçün uzun illər çalışmalısan. Qalib gəlmək üçün həm blokda, həm də hücum xəttində diqqətli və cəld olmalısan. Günəşli havada, isti qum üstündə oynanılan çimərlik voleybolu Azərbaycanda da günü-gündən inkişaf etməkdədir. Bu idman növünə olan maraq yeniyetmə və gənclər arasında daha çoxdur. 5 ildir ki, mən bu işlə məşğulam və mən bu işlə çoxlu dostlar qazandım və özümə yeni həyat tərzi qoşdum. Və çox da sevinirəm ki, yaxşı ki, voleybol idman növünü seçmişəm. Həm maraqlıdır, başqa cür təsir başlayır. Bax, indi oğlanlar deyirlər ki, voleybolla məşğul olmaq üçün ilk öncə boy lazımdır. Yox, mənə də gəlir boy o qədər önəmli deyil. Bəs bu projoklarda... Projok elə oldu, yaxşıdır. Bir sözlə, yayı həm sağlam, həm də gümrah keçirmək istəyirsinizsə, mütləq çimərlik voleybolundan faydalanın. Düşünürəm ki, dəniz kənarında istirahət edən zaman heç olmasa bir dəfə əlinizə voleybol topu alıb oynasanız, mənimlə razılaşarsınız. Adil Rasimoğlu, Nurlan Şahbazov, Lider TV. Dünya ölkələrini sizcə bir-birindən fərqləndirən nədir? Deyə bilərsiniz ki, əhalisinin sayı, ərazisinin miqyası düzdür. Sonra iqlimi, bəli, bu da düzdür. Bəs sonra əsas məsələlər qaldı axı. Hansı ki, bu həmin dövlətin atributları hesab olunan himn, gerb və bayraqlardır. Elə biz də sıradakı sujetimizi bu atributlardan biri və deyərdim elə birincisi olan bayraqlara, onların tarixi və yaranışına həsr etmişik. Mövzunu araşdıran əməkdaşımız Leyla çox maraqlı faktlarla qarşılaşıb.
Bir neçəsini deyim, siz də eşidin, bilin. Məsələn, araşdırmalar zamanı məlum olub ki, İtaliyanın bayrağını Napolyon Bonaparte hazırlayıb. Yaponiyanın bayrağındakı ağ rəng isə dürüstlük və saflığı, qırmızı dairə isə ölkədə doğan günəşi təmsil edir və sair və ilaxır. Amma mənim üçün çox maraqlı olan bayraq Şri Lankalılara məxsus bayraq. Daha doğrusu onun üzərindəki şir rəsminin bu ölkənin adı ilə bir əlaqəsinin olub-olmamasıdır. Əgər sizin üçün də bayraqların keçmişi və bugünü maraqlıdırsa, diqqətiniz bizdə olsun. Dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri də bayraqlar hesab olunur və onun rəngindən tutmuş formasına, üzərindəki təsvirinə qədər hər kiçik nüans belə həmin ölkənin qanunvericiliyində, konstitusiyasında öz əksini tapır. Bəs görəsən tarixdə ilk dəfə bayraqlar nə üçün, hansı məqsəddə istifadə edilib? Gəlin ümumilikdə hər bir ölkənin milli atributu hesab olunan bayraqlar mövzusunu bir yerdə araşdıraq. Tarixi mənbələrə görə bayraqlar ilk illərdə yalnız siqnal ötürmək üçün lazım olub. Ölkələrin özlərinə bayraq təyin etməsi isə döyüşlərdə tərəflərin bir-birlərini ayırt edə bilmələri üçün ortaya çıxıb. 15-ci əsrdə hər gəminin hansı ölkəyə mənsub olduğunu göstərən bir bayraq daşıması zəruri hesab olunurdu və illər sonra bayraq hər bir dövlətin milli atributuna çevrilib. Dövlət rəmzləri, atributları hər bir xalqın, hər bir millətin həyatında xüsusi yer tutur. Azərbaycan tarixinə nəzər saldıqda xalqımızın ən azı 4000-5000 illik dövlətçilik tarixi var və dövlətçiliyin də əsas atributlarından, rəmzlərindən biri bayraqdır. Azərbaycan ərazisində mövcud olan dövlətlərin hamısının bayrağı olur. Milli bayrağımız isə ilk dəfə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq edilib. Qeyd edək ki, Azərbaycanın ilk bayrağı qırmızı rəngdə olub. İlk olaraq iyun ayının 21-də keçirilən iclasda al-qırmızı rəngdə bayraq, aypara şəkili və 8 güşəli ulduz qəbul olunur. Və burada isə şübhəsiz ki, ayparanın və 8 güşəli ulduzun götürülməsinin də xüsusi əhəmiyyəti var. Qaldı ki, 8 güşəli ulduza gələndə bu, Azərbaycan sözünün əski əlifba şəklində yazılışından demək əsas götürülüb. Paytaxt sakinləri arasında sorğu keçirib bayrağımızın üzərində olan rənglərin mənasından xəbərdar olub-olmadıqları ilə maraqlandıq. Azərbaycan bayrağında neçə rəng var? 3 rəng var. Hansı rənglərdir? Qırmızı, yaşıl, bir də mavi. Bu rənglərin mənası nədir? Mənası azadlıq, demokratiya, bir də estağfurullah. Müstəqilliyimizdir, biri türkçülüyümüzdür. O qırmızı. Qırmızı rəngdə demokratiyanı bildirir. Bir dənə yaşılı, bir dənə İslamdır. Göy həmrəylik deməkdir, qırmızı rəngdədir. Hansı rənglərdir? Kırmızı, göy, bir də yeşil. Hesablamalara görə dünyada 245 ölkə var. Hazırda onların 193-ü rəsmi tanınan dövlətdir və bu dövlətlərin hər birinin özünə məxsus bayrağı var. Bu bayraqların mənaları, yaranması isə müxtəlif tarixlər və maraqlı hadisələrlə bağlıdır. Əvvəlcə qonşu və qardaş ölkə olan Türkiyənin bayrağından danışmaq istəyirəm. Qırmızı rəngli üzərində ağ ay ulduzlu olan bayraqdır. Bu rəng və üzərində olan işarələr necə gəldi seçilməyib. Belə deyirlər ki, döyüşdə şəhidlərin qanından kiçik bir göl yaranır. Qandan yaranmış gölün səthinə ayın kölgəsi düşür. Nəticədə bayraqdakı qırmızı rəng qanı, ayın kölgəsi isə ay və ulduzu əks etdirir. İtaliyanın bayrağının rənglərini isə İmperator Napolyon Bonaparte'ın təyin etdiyini deyirlər. Fərziyyələrə görə bu rənglər Napolyonun sevdiyi rənglərə uyğun seçilib. Misirin dövlət bayrağına gəlincə isə Misir bayrağı 3 rəngdən ibarətdir, qırmızı, ağ və qara. Bayraqdakı bu rənglər ərəb xalqını ifadə edir. Bu bayraq 1984-cü ildə təsdiq edilib. Ortadakı emblem isə İslam komandiri Səlahəddin Əyyubinin simvoludur. Yunanistanın bayrağı mavi və ağ rəngdən ibarətdir. Küləkli bir havada Egey dənizinin dalğalanmasını təmsil edir. Üzərindəki 9 xətt isə Osmanlı İmperatorluğu dövründə Yunanlıların Osmanlılardan istədikləri 9 istəklə bağlayırlar.
sol üst küncəti xaç işarəsinə gəlincə bunu Ortodoks kilsəsinin Yunan milləti üzərindəki fəaliyyəti ilə əlaqələndirirlər. Hindistanın bayrağındakı narıncı rəng cəsarət və fədakarlığı, ağ rəng səmimiliyi, yaşıl rəng isə qəhrəmanlığı əks etdirir. Bayrağın ortasındakı simvol isə buddizm inancındakı çakradır. İngiltərənin bayrağına gəlincə deyirlər hər ölkənin bir bayrağı var. Amma bu ölkənin iki. Bəzənsə İngilis bayrağını insanın xarakterinə uyğunlaşdırmağa çalışırıq. Məsələn, sənin də ingilislər kimi iki bayrağın varmış deyib qarşımızdakı şəxsi məzəmmət edirik. Maraqlıdır, niyə? Bunu da çəkilişdə olarkən paytaxt sakinlərindən öyrənməyə çalışdıq. İngiltərənin neçə bayrağı? Neçə bayrağı? Yəqin ki, onu da bilirəm. Bəs bəzən bir-birimizə deyirik, ingilislər kimi iki bayrağın var, hansını sərv edirsən, onu qaldırsan. Yəni bu fikrə münasibətin necə? Bu fikrə münasibətim mən hələ rast gəlməyibdirlər. Ən çox da elə insanlar var ki, işləri nəyə sərf eləyirsə, o tərəfə gedirlər. Fikrə münasibətim mənfidir. Əlbəttə ki, biz. Qeyd etdiyimiz kimi, neçə dövlət varsa, o qədər də bayraq mövcuddur. Bu bayraqların hamısını saymaqla qurtaran deyil və elə buna görə də çalışıb ən maraqlı tarixə və mənaya malik olanları seçib çatdırmaq istədik. Əgər buna nail olduqsa, nə xoş bizlərə. Leyla Abbasova, Rahim Mustafayev, Lider TV. Dünya ölkələrindən, onların bayraqlarından və bu bayraqların yaranma tarixlərindən maraqlı məlumatları əldə edə bilinir. Bəziləriniz hətta nə vaxtsa lazım olar deyib, qələm kağız götürüb özünüz üçün konspekt də hazırladınız. Buna görə Leylaya doğrudan da çox sağ ol düşür. Növbəti sujetimizin müəllifi isə əməkdaşımız Allahverdidir. O bu dəfə Mərkəzi Avropanın ən gözəl, gəzməli və görməli yerlərindən biri olan Macaristanda olub. Deyir ki, təbiəti, təmiz iqlimi, isti suları, göz oxşayan yamyaşıl meşələri və bir də qədim arxitektura abidələrinə görə hər il paytaxt Budapeştdə 100 minlərlə insan axışır. Hətta bu diyarı Avropanın ikinci Parisi adlandıranlar da var. Niyə? Hansı cəhətinə görə? Bax, bu barədə Allahverdi özü danışacaq. Macarıstan qədim tarixi abidələrlə olduqca zəngin bir ölkədir. Xüsusilə ölkənin paytaxtı Budapeşt. Dunay çayı şəhəri iki hissəyə, Buda və Peştə ayırır. Şəhər Avropanın unikal abidələr mərkəzlərindən biri hesab edilir. Macarlar Budapeşti Dunayın mirvarisi adlandırırlar. Bu əfsanəvi şəhər 18-19-cu əsri Avropa mədəniyyətini və müasirliyi özündə birləşdirir. Şəhər ilə hərəkət etdikcə sanki nağıllar aləminə düşürsən, ya da ki, hansısa cizgi filmini seyr edirsən. Budapeştin abu havasını yaxından hiss etmək üçün paytaxt küçələrini piyada gəzmək məsləhət görülür, amma rahat hərəkət etmək üçün özünüzlə xəritə götürməyi unutmayın. Əks halda bu qədim şəhər sizi çox uzaqlara apara bilər, necə ki, bizi aparıb. Macaristanda turistlərin marağını cəlb edə biləcəyi tarixi mədəni abidələr çoxdur. Onlardan biri də Budapeşt şəhərində ucaldılan Budin qalasıdır. Qalanın zirvəsində yerləşən 6-sı balaca, biri isə qeyri-adi formada olan qüllələr Macarıstan Respublikasını yaradan 7 qəbiləni simboliz edir. Qalanın içindəki balıqçılar meydanı isə turistlərin ən çox sevdiyi məkandır. Balıqçılar Dunay çayından tutduqları balıqları bu meydana gətirər və burada satardılar. Deyilənə görə burada hər növ balığa rast gəlmək mümkün idi. Müharibə zamanı isə balıqçılar bu qüllələrin üzərinə qalxar və şəhərin müdafiəsi üçün mübarizə aparardılar. Və gördüyünüz bu abidə də məhz balıq gildiyasının şücaəti, qəhrəmanlıq şərəfinə meydan mərkəzində ucaldılıb. Avropanın heç bir ölkəsi Macarlar qədər qonaqpərvər deyil, desəm yanılmaram. Əslində bunun da öz məntiqi izahı var. Çünki indiki Macarların əcdadları türk əsilli Hunlar hesab edilirlər. Macarların türk soyundan gəldiyini təkcə Macar tarixi yox, elə onların dili də bunu sübut edir. Qeyd edək ki, Macarlar həm də Osmanlı İmperiyasının 150 il əsarəti altında olub. Meydan mərkəzində ucaldılan Matyaş kilsəsi bir çox kralların tac geymə mərasiminə ev sahibliyi edən bir abidədir. Matyaş kilsəsi Osmanlı zamanında məscid kimi fəaliyyət göstərib. Hətta Osmanlı sultanı Sultan Süleyman Qanuni bu torpaqlarda ilk cümə namazını məhz Matyaş kilsəsində qılıb. Şəhərin Buda tərəfində gözəl mənzərəsi olan Geller təpəsi turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Təpə Venesiyalı xristiyan missioner olan Geller'din adını daşıyır. Rəvayətə görə Macarlara xristiyanlığı öyrətməyə gələn Geller'di iynələrlə dolu çəlləyin içinə qoyub təpədən Dunay çayına doğru atıblar. Ona görə də Macarlar vəfa borcu olaraq Geller'din heykəlini
təpənin ortasında ucaldıblar. Birinci dəfədir ki, Budapeştdəyəm. Möhtəşəm şəhərdir. Qalalar, qəsrlər məni valeh etdi. Hər bir daşı tarixdir bu ölkənin. Dünən gecə dostlarımla şəhərə gəzdim. Çox xoşuma gəldi. Sanki özümü 21-ci deyil, orta əsrlərdə hiss edirdim. Şəhərə gələn turistlərin ən çox baş çəkdikləri yerlərdən biri də Dunay çayının sahilidir. 7 ölkənin ərazisindən keçən Dunay Budapeştdə də xüsusi gözəllik verir. Çayın üzərində 8 körpü salınıb, amma diqqəti daha çox cəlb edən göy rəngli möhtəşəm körpünü şəhərin istənilən yerindən görmək mümkündür. Budapeştdə süni çimərliklər çoxluq təşkil edir. Ən məşhur isə 1913-cü ildə inşa edilən Seçeni adına çimərlikdir. Macarıstan səfər edən turistlərin ən çox üst tutduqları məkanlardan biri də şəhər çimərliyi adlanan bu məkandır. Burada 3 açıq şəraitdə, 11 qapalı şəraitdə hovuzlar mövcuddur ki, bu hovuzlarda isti, müalicəvi termal sular var və turistlər bura gələrək bu sularda çimərək bədənlərindəki müxtəlif cür xəstəlikləri müalicə edirlər. Macarıstanın parlament binası isə həm də Budapeştin simvollarından biri sayılır. Bina gotik üslubundadır və özündə barokko, renesans elementlərini birləşdirir. Qeyd edək ki, bina 1884-1904-cü illərdə tikilib. Paytaxtda yerləşən minillik meydanı isə öz əzəməti ilə fərqlənir. Seçeninin fikrinə əlavə olaraq deyirlər ki, paytaxtda ürək lazımdır və bu ürək də məhz bu meydandadır. Hazırda biz Qəhrəmanlar meydanındayıq. Buranın digər adı isə Minillik meydanı adlanır. Gördüyünüz kimi meydanın mərkəzində Macar xalqının əsasını qoyan 7 əsas qəbilə başçısının abidələri ucaldılıb. Meydanın sağında və solunda hər birinin uzunluğu 85 metr olan və içərisində Macar tarixinin 14 tanınmış qəhrəmanı, eləcə də krallarının heykəlləri qoyulan 2 yarım dairəvi sütun mövcuddur. Onların üstündə isə 4 mələk canlandırılır. Onlar isə öz növbəsində müharibə, sülh, əmək və şöhrət mənalarını bildirir. Macarıstanda 1896-cı ildə Avropanın ilk metrosu istifadəyə verilir. Bundan əlavə Macarıstan həmçinin uşaqlıqda ən çox sevdiyimiz oyuncaq olan Kubik Rubikin vətəni hesab olunur. Budapeşti meşələr içərisində salınmış şəhər adlandırmaq olar. Şəhərin dörd bir tərəfi yaşıllıqlar içərisindədir. Hər şey təbiiliyi ilə diqqət çəkir. Klasik Avropa şəhərini daha gözəl və sadə göstərən səbəblərdən biri də məhz budur. Dunay çayının üzərində yerləşən Margarita adası isə paytaxtın ümumi görkəminə tam başqa bir yaraşıq verir. Adada 2 yüksək səviyyəli mehmanxana, restoran, kafe, Palatinius çimərliyi, eləcə də yay operası fəaliyyət göstərir. Şəhərdə turistlər üçün ideal və təhlükəsiz şərait yaradılıb. Bildiyiniz kimi Macarıstan turistik ölkə sayılır və burada ilin hər fəsli turist görmək mümkündür. Və hökumət turistlərin, belə deyək, istəklərini yerinə yetirmək üçün, onların boş vaxtını səmərəli keçirmək üçün müxtəlif cür maraqlı atraksiyonlar, məkanlar yaradıblar. Bu cür məkanlardan biri də gördüyünüz bu süni göldür. Turistlər yay vaxtı burada qayıq sürməklə vaxtlarını keçirirlərsə, qışda bu ərazi dondurulur və turistlər burada xizək sürür. Macarlar təkcə ölkələrinin tarixi abidələri, sünkar təbiəti, müalicəvi suları ilə deyil, həm də mətbəxləri ilə öyünən xalqlar. Alafer Nadiroğlu, Rahim Mustafayev, Lider TV, Macarıstan, Budapeşt. Yəqin ki, istirahətini avqustun sonuna saxlayanlar sujetləri izlədikdən sonra konkret bir qərara gələ biləcəklər. Ya üst tutacaqlar Bakının istirahət mərkəzlərindən birinə, ya da Adil kimi dənizə voleybol oynamağa. Hələ mən Macarıstana səfərə yola düşməyə hazırlaşanlardan danışmıram. Ümumilikdə isə hansı ölkədə olursunuzsa olun, əgər mən təsadüfən yadınıza düşsəm, mənə həmin ölkənin milli bayrağını gətirməyi unutmayın. Böyük demirəm ha, kiçik, yəni simvolik. Bizdən bu qədər. Sağ olun və salamat qalın. Dünya ölkələrindən, onların bayraqlarından və Dünya ölkələrindən, onların bayraqlarından və bu bayraqlar... Oy, bayraq nə? Dünya ölkələrindən, onların bayraqlarından və bu bayraqlar... Olur da, belə olur, nə bilim. Şey olub, nəsə oldu. Sən bilirsən, mən burada nə vəziyyətdə dayanmışam? Başımıza oynatırsan, ey sən qaqaş. Bir balaca. Adil, üzməyi bacarmırsansa, sənin burada nə işin var? 2 dənə toy olmuşam. Biri şeydi belə, kənd toyudur, amma bir sən nə idi? Elə bir festival zad idi, o nə idi? Birində vapşı o, nə bilim, təsvir elə bir dənə. Hə, heç oynamamışam. Bilmək olmaz, bala, həyatda.
Yo, bir dənə o nədir?